Qabilin verişine gönderirəm ki, bu çəkilişi. Qoy bunu, görək burada bir istilik keçirmir. Kimə deyək, bax, evin burası para-paradır. Ev uçub gedir. Uşaqlar da evə girənmir ki, qorxulu uçub eləyər. Bu səbəb, buranı da göstər. Bura bax, uçur ev. Hələ evi kiçik tutarmam ki, ev uçur. Hayır, biz bunu kimə gəç? İndi aidiyyəti qurumlara xahiş edirəm ki, buna bir tədbir görsünlər. Mən qərara gəldim, yerim verim məhkəməyə, Şəkiyə İqtisad Məhkəməsinə. Dedilər ki, pulu çox apar, məhkəmə onu sözün deyəcək. Bunu da dedilər mənə. Qalmış, bax, qolumuz qərarını qırıq qalmış qədər. Bilmir, köləyin dərdini çəkək, yoxsa evin dərdini çəkək. Ayda da 600 manat pul ödəyirəm. Bu saat hal-hazırda yarısını ödəmişəm Respublika Bankın pulunu. 394 manatda 394 manat hər ödəyirəm. Yoldaş vətəndaş, o qapını da aç, oranı da çəkək. İçərini. Aşağıdan aç. Ha bax, ya bax, para. Bax, ön bax, gör nə günlər. Mən bunu nə qədər gizliyim mən bunu, nə qədər yalvarım mən ona. Bu, mümkün deyil. Onun, çox yoğunluqdur bu adam. Görək nə olur bunun axırı. Mən də istəmirəm ki, nə şeylə məhkəmə mənim məsuliyyət alsın. Daha mən vermişəm daha həyatda. Uşağımın bilirlər, bir də gedib ki, danış. mən yiyib baxıyorum Ərpəsə kəndinlərə. Adımdan Məhəmməd Əmraqov. Bu suyu bıraxıbdır, gəl. Suyu bıraxıbdır. Qaşın müəllimə. Qavay qaşın müavini, Balakin müəllimə sualıbdır. Buranı sulamağa, burada cəmaat üçün ayrılmış məhəllə yerlərdir. Suyu bırakır, övümüz para-paradır. Uşaq da evə girib yaşayamır. Şurada qalmış. Bilmər ki, şikayətə baxan da yoxdur, kimə gətirsin, bizi hara gedək. 2 il bundan, 2 ildir. Baxıram, icra hakimiyyətinin müavini əlim yalvarır ki, bu quyruğa doldur. Bu su evləri soğacaq. Nə vaxtdan baş veribdir bu hadisə? Bu hadisə, buranı qeyri-qanunu bağlayıb, bələdiyyə 5 manat, 3 manat, 10 manat, 50 manat, 100 manat, bəlkə də çox verib, bağlayıb. Bu bələdiyyənin nəzdində olan torpaqdır. Hal-hazırda da buranın yerləri var, bunu gizləyirlər. Cəmaatın əmlak torpağıdır. Əmlak yox, cəmaatın məhəllə yeri üçün ayrılmış torpaq. Gəl, çəkək. Bu vəziyyətdə.